Üzerine olsun, bağışlayan ve rəhmeden Allah'ın adıyla əziz və dəyərli şəhid sevərlər, şəhidin nuruna, ışığına toplaşan dəyərli Azərbaycanlarımız. Bugün biz bu şəhidlər xiyabanında 4 şəhidimizin anım gününə yığışsaq da, burada biz demək olar ki, bütün şəhidlərimizin, ümumiyyətlə Azərbaycanımızın ərazi bütövlüyündə şəhid olan 1-ci Qarabağ müharibə, 2-ci Qarabağ müharibə şəhidlərinin hamısını yad edirik, anırıq, onların ruhlarına dualar edirik. Bugün şəhidimiz Ülvi, şəhidimiz Sərxan, Əlizami və Elçin. Bu 3 dənə şəhid, 4 şəhidimiz hərəsi ayrı-ayrılıqda bir evin, bir ocağın, bir ailənin əzizidir, doğmasıdır. Onlar artıq bugün nəinki bir evin, bir ailənin, artıq bütün Azərbaycanın hər bir ailəsinin əzizinə, doğmasına sevilir. Şəhidimizin adı Ülvidir. Ülvi sözü alim, ucalıq, zirvə mənasındadır. Bu bizi aliliyə, ucalığa, zirvəliyə çatdırır. Digər şəhidimizin adı Sərxandır. İbadət edən mümin bir qardaş idi, balamız idi. O biri şəhidimiz Əlizamindir. İmam Əlinin adını özündə daşıyır. Digər şəhidimizin adı Elçindir. Mənim yadımdadır. Vətən Asımoğlu'nun adı Elçindir. Deyirdi ki, oğlum deyirdi ki, ata, ana, mənim adımı Elçin qoymursan, mən elə el üçünə. Bu şəhidlər hamısı bizim qurur yerimizdir, şərəf yerimizdir, bizim dua edən yerimiz, artıq bura bizim ziyarətgahımız birimizdir. Biz hər dəfə nə qədər təsəlli sözlər desək də, xoş sözlər desək də, əlbəttə ki, bu bizim şəhid analarına, doğmalarına etdiyimiz dəryada bir damladır. Amma yenə şəhid analarına, doğmalarına, əzizlərinə deyirik ki, şəhidlərin ruhu qarşısında baş əyirik. Sizlərə təşəkkür edirik. Bugün bu 3 rəngli bayraqlar dalğalanır. Artıq Qarabağımızda, Xankəndimizdə, o qisas həsrəti ilə yaşadığımız Xocalıda bu bayraq dalğalanır. Şuşa məscidində azanlar verilir, dualar oxunur, insanlar orada Quran oxuyur, ibadətlər edirlər. Bunlar hamısı bu şəhidlərin canı, qanı sahəsində, qazilərimizin qanı, canı bahasında olur. Və xalqımızın bir yumruq kimi ölkə rəhbərinin ətrafında birləşməyi sayəsində olur. Bugün burada həm Qubadlı ictimaiyyəti, həm Sumqayıt ictimaiyyəti, həm ölkəmizin digər rayonlarından, regionlarından insanlar gəliblər, idarə müəssisə rəhbərləri gəliblər. Qubadlı rayonundan da bizim İcra Hakimiyyətinin müavini Allahverdi müəllim buradadır. Digər idarə müəssisə rəhbərləri buradadır. Bizim Qafqaz Müsəlmanları İdarəsinin 114 evi var. Biz demək olar ki, hər dəfə bir şəhid ailəsinin evində oluruq. Son çəkilişlərimizin birində bir ailədə olduq. İstədim onu sizinlə paylaşım. Demək, biz çəkiliş edəndən sonra ailənin əzizləri, doğmaları dedi ki, şəhid hər dəfə evdən çıxanda, hələ o müharibədən öncə nəyisə unudurdu. Bir dəfə saatını unudurdu, bir dəfə çantasını unudurdu, bir dəfə qələmini unudurdu, bir dəfə başqa bir əşyasını unudurdu. Hər dəfə evdən çıxanda nəyinsə unudurdu. Amma deyir ki, sonuncu dəfə evdən çıxanda qayıtdı təkrarən evə. Deyir, mən soruşdum ki, nəyisə unutmuşsan? Deyir, yox, bu dəfə heç nə unutmamışam. İstəyirəm övladlarımı, bir dəfə də övladlarımı bağrıma basıb onları qucaqlayım. Sizlə bir dəfə də son olaraq vidalaşır. Sanki ürəyinə dammışdı. Mən həmişə deyirəm, bu şəhidlər doğulanda şəhid doğulublar. Və şəhid o varlıqdır ki, Allah onu Quran-ı Kərimdə tərif edir, Peyğəmbərimiz tərif edir, müqəddəslər tərif edir. Bugün bu yer müqəddəs yerdir. Bizim durduğumuz, oturduğumuz, dua elədiyimiz yer, söhbət elədiyimiz yer, ziyarət elədiyimiz yer həm müqəddəs yerdir, həm mübarək yerdir, həm bizim an yerimizdir, həm bizim iman yerimizdir, həm bizim dua ibadət yerimizdir. Bugün artıq insanlar necə Kərbalaya, Məşədə, digər ziyarətgərlərə, ibadətə, itaata gedirlər. Sanki o Kərbalanın iyini, o Məşədin iyini bax bu şəhidlərdən alırlar. Çünki bu şəhidlər Allah dedilər, Peyğəmbər dedilər, vətən dedilər, ölkə dedilər, torpaq dedilər, özlərini şəhadətə uzatdılar. Allah məqamların biraz da uca eləsin. Biz deyirik, şəhid ölməyib, şəhid diridir. Bunu Allah bizə Quran-ı Kərimdə buyurur. Və bu şəhidləri Allah Taala ağamız, sərvərimiz, Kərbala şəhidlər qəhrəmanı olan İmam Hüseyn əleyhissalamın qonağı qərar versin. Biz İmam Hüseyn əleyhissalamı digər Kərbala şəhidlərini görmədən sevmişik. Və bu şəhidləri də artıq görmədən biz bunu sevirik, məhəbbət bəsləyirik və bugün bu sevgi, bu məhəbbət günü-gündən artır. Bugün əgər biz yaşlı nəsil bura gəlirsə, gələcəkdə bu cavan, fidan balalarımız gələcək. Bu adları
şəkilləri əllərində olan bu şəhidləri yad edəcəklər.